Yaşad düşərgəsində fərqli və rəngarəng proqramla zəngin yeni gün başlayır. Günəşi idmanla salamlamaq üçün iştirakçılar düşərgənin heyətinə toplanıblar. Onlar ilkin isinmə hərəkətlərini edərək müəllimin göstərişlərini gözləyirlər. İdman müəllimi təlimatlarını verir və məşqlərə başlanılır. Bu gün də növbəti həftənin 7-ci həftənin oyunlarını keçiririk. Yəni bundan əlavə də biz Bakıdan gələndə o qızıl, gümüş medal üçün gələn maşınlarda biz həmin idmanlar oyunlarını keçirməmişik və bunların da səmərəli vaxtları keçirmək üçün biz əlimizdən gələni köməyimizi edirik. Bugün idmandaydıq, çox maraqlı keçdi. Futbol oynadıq. Futbol oynadıq deyəkin qapıya udarlar yoxladıq. Hamımız bundan maraqlı olduq. Hamımız zövq aldıq bundan. Sevindik. Gün uşaqların əl qabiliyyətinin formalaşmasına dəstək olan master klassla davam edir. Bugün Asan xidmətin nəzdində Abadla birlikdə demək daş boyama master klassı edirik. Daşlarımız iki cürdür. Bir boyunbağı və qolbaq olaraq iki yerə ayrılır və uşaqlarla bugün daş boyayacağıq. Maraqlı prosedurdur. Daha sonra həmin bu düzəltdiklərin məhsulları özlərlə apara biləcəklər. Hardasa qısa bir müddət təşkil edəcək. Yarım saat ərzində bütün prosedur bitəcək və özlərinlə götürüb apara biləcəklər məhsulları. Biz burada boyunbağı və ya qolbaq düzəltməliyik. Bunlardan daha sonra iplə bağlayıb istifadə edəcəyik. Günümüz burada çox maraqlı keçir. Müxtəlif oyunlar oynayırıq, dostlarımızla söhbət edirik. Axşamlar voleybol, futbol kimi müxtəlif oyunlar oynayırıq. Uşaqlarla birlikdə master klasslara qoşulduq, psixoloq təlimimiz oldu. Orada bəlkə məhkəmə oyunu keçirdik, hovuz saatımız oldu. Bununla bağlı qəşəngdir, təbiət də, təbiətin qoynunda qəşəng eləyirik. 37 şəhid övladının qatıldığı bu sonuncu həftə fəaliyyətində əsas məqsəd uşaqlara yeni bilik və bacarıqların aşılanmasıdır. Məqsədimiz uşaqlara müəyyən bilik və bacarıqlar aşılamaqla yanaşı, həm də onların yay tətillərini, asudə vaxtlarını səmərəli təşkil etməkdir. Bu məqsədə nail olmaq üçün burada müxtəlif tədbirlər, əyləncəli proqramlar, müəyyən təlimə yönəlmiş xarakterik tədbirlər reallaşdırılır. Uşaqlarımız burada həm öyrənir, həm də əylənirlər. Düşünürük ki, burada ümumilikdə 7 həftə ərzində 400-ə yaxın uşağın xatirəsində xoş hisslər yaratdıqsa nə xoş bizə.